Bəzən belə işləri göstərəndə elə bilirlər ki, köhnə kadrlardır, amma gördüyünüz kimi ayın tarixi və saatı da qeyd edə bilərik. Gördünüzmü? Bəzən bizə deyirlər ki, sizin məhsullar balaca məhsullardır, qardaş. Balaca məhsullarla böyük işlər görmək olar. Məhsulun balacalığına baxmayın, baxın o işi görənin ürəyinə. Gördünüzmü? Təxmini 1000 kvadrat metr sahəyə yaxın bir ərazidir. Bizim tərəfimizdən icra olunur. Təxmini işin bir 40% görülüb. Gün yarımda iş gedir burada. Demək olar 2 gündə iş gedir. Və nəzərə alsaq ki, ayaq altı bir dənə, bir nəfər də işləyir. Yəni ona görə həmişə məhsulun balacalığına yox, işi görənin böyüklüyünə görə işlər gedir. Çalışın, böyük ürəkli olun. Balaca alətiniz olsa da belə.